Dostlar, bir məsələ haqqında deyəcəyəm. Şahin deyə bildiyin Prike alış-veriş deməli tətbiqidir. Hətta varmı arxada, keşke onu izləyə bilsəydik. Yəni artıq evində qalan bir əşyası olur kiminsə də. Yəni bizim hamımızda bir əşyamız var, amma onu satmaq istəyirik. Biri usta axtarır, nəsə almaq istəyir, amma bunu biraz tez və rahat şəkildə harda, necə edəcəyini bilmir. Ya da əvvəllər internetdə aldığı üçün qorxur. Çünki bəzən axı bizi aldadıbdılar, qorxurlar. Ona görə mən son dövrlərdə hamımızı narahat edən əsas problemlərdən biri bu olduğu üçün bu məlumatı sizə demək istəyirəm ki, internetdə bəzən şəxsi məlumatlar uğurlanır. Fırıldaqçılar fürsət gözləyir. Ona görə də sizə ürəkdən deyirəm ki, Prike alış-veriş tətbiqi məhz bu problemlərin qarşısını almaq üçün yaradılıbdır. Burada heç bir vasitəçi yoxdur, reklam haqqı yoxdur. Kim nə almaq ya satmaq istəyirsə, bunu rahat şəkildə qısa zamanda həll edə bilir. Hər şey sadədir, şəffafdır və təhlükəsizdir. Heç kim sizin şəxsi məlumatlarınızı çata bilmir, yəni oğurlaya bilmir, əldə edə bilmir. Və mənə görə bu platforma ailəsinə dəstək olmaq istəyən, halal qazanmaq istəyən hər kəs üçün böyük bir fürsətdir. Ona görə də nə edəcəyik? Prike alış-veriş tətbiqi. İndi daxil olun Instagrama, sosial şəbəkələrdə də var. Takip edin və yararlanın. Yararlanın. Təhlükəsizdir. Heç kəs sizin şəxsi məlumatlarınızı əldə edə bilməyəcəkdir. Və ən əsası fırıldaqçılar sizin qarşınıza çıxmayacaq. Necədir? Çox gözəl. Birinci sən alarsan.